Növbədənkənar prezident seçkilərində Xankəndi, Şuşa, eləcə də Ağdərənin Suqovuşan və Zəngilanın Ağalı kəndlərində exit poll keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında bildirilib. Ölkədə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində exit pollun keçirilməsi nəzərdə tutulub. İclasda seçkilərlə bağlı exit poll keçirmək üçün 3 təşkilatın müraciətinə baxılıb və həmin təşkilatların akkreditasiyaya alınması barədə qərar qəbul edilib. Bundan başqa 49 beynəlxalq təşkilat və 70 ölkəni təmsil edən 512 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. İndiyədək xarici ölkələrdən 23 media qurumunun 61 əməkdaşı seçki prosesini işıqlandırmaq üçün müraciət edib. 23 beynəlxalq media qurumundan da artıq müraciətlər daxil olub, onlara da müsbət cavablar verilir. Burada da çox tanınan qurumlar, məsələn, Associated Press var, sonra İtaliyanın La Repubblica, Türkiyənin əlbəttə ki, bir neçə Türkiyənin, Rusiyanın, yəni televiziya kanalları, həm də media qurumları iştirak edəcəklər.